2 dekabr 1993-cü ildə Kolumbiya hakimiyyəti Amerikan kəşfiyyat orqanları ilə birlikdə cinayət aləminin ən nüfuzlu şəxslərindən biri olan narkotika imperiyasının başçısı Pablo Escobar'ı xüsusi əməliyyat nəticəsində məhv etmişdilər. Escobar tarixə 20-ci əsrin ən cəsarətli və qəddar cinayətkarlarından biri kimi təkcə Kolumbiyada deyil, həm də bütün dünyada hakim və prokurorları, jurnalistləri qətl yetirmiş, mülki təyərləri partlatmış, polis məntəqələrini məhv etmiş və qurbanlarını şəxsən edam etmiş bir insan kimi düşmüşdür. Lakin eyni zamanda bir çox Kolumbiyalı üçün o, xeyriyyətçi və xeyirxah bir insan kimi də qəbul edilmişdir. Bu verilişimizdə biz bir daha o illərdə baş verən hadisələrə yenidən qayıdaraq onların necə baş verməsi ilə əlaqədar suallara cavab verməyə çalışacağıq. Pablo Emilio Escobar Gaviria Kolumbiyalı narkobaron və terrorçu idi. Escobar 1980-ci ilin sonuna qədər dünya kokain bazarının 80%-ə nəzarət edən Medellin kartelinin lideri olduğu üçün kokain kralı kimi tanınmışdı. Bu günə qədər o, tarixin ən bədnam, zoraki və varlı cinayətkarlardan biri olaraq qalır. Escobarın xalis sərvəti təxminən 30 milyard Amerika dollarında qiymətləndirilir. Forbes jurnalı onu 1987-ci ildən 1993-cü ilə qədər dünyanın ən varlı adamlarından biri kimi göstərirdi. Pablo Emilio Escobar Gaviria 1 dekabr 1949-cu ildə Kolumbiyanın Rio Negro şəhərində fermer Jesus Darf Escobar və məktəb müəlliməsi Emidia Gaviria'nın 3-cü övladı olaraq anadan olmuşdur. Yeniyetmə ikən Pablo vaxtın çox hissəsini Antioquia vilayətinin paytaxtı olan Medellinin küçələrində keçirirdi. O, həmçinin Medellindəki Latin Amerikası Universitetində də qısa müddət ərzində təhsil almışdır. Əvvəlcə Escobar yerli qəbirstanlıqdan məzar daşlarını oğurlamağa, yazıları silməyə və onları Panama dilerlərinə satmağa başladı. Daha sonra o, siqaret və marihuana satır və saxta lotereya biletlərini hazırlayırdı. Tezliklə o, kiçik bir dəstə yaradaraq, sonradan ehtiyat hissələr kimi satmaq üçün bahalı avtomobilləri oğurlamağa başladı. Sonra isə o, reketçiliklə məşğul olmaq qərarına gəldi. 1971-ci ildə Pablo'nun adamları uzun sürən işgəncələrdən sonra öldürülən varlı Kolumbiyalı sənayeçi Diego Echevarria'nı qaçırmışdılar. Cinayətkarlar ondan azadlığı üçün pul tələb etməyə çalışsalar da buna nail ola bilməmiş, onu öldürdükdən sonra cəsədini zibilxanaya atmışdılar. Escobar açıq şəkildə qətldə əli olduğunu bildirmişdi. Medellinin yoxsulları Diego Echevarria'nın ölümünü sevinclə qeyd etmiş və Escobar'a minnətdarlıq əlaməti olaraq ona hörmətlə El Doktor adlandırmağa başladılar. Zənginləri soyarkən Pablo yoxsullar üçün ucuz evlər tikir və bununla da onun Medellindəki populyarlığı gündən-günə artırdı. Bir il sonra 22 yaşlı Escobar Medellinin ən məşhur kriminal rəhbəri oldu. Onun dəstəsi böyüməyə davam edirdi və Pablo onun bütün həyatını müəyyənləşdirəcək yeni bir cinayət biznesinə başlamaq qərarına gəldi. 1970-ci illərdə Amerika Birləşmiş Ştatları qeyri-məhdud narkotik bazarına malik bir ölkə idi. Marihuananı əvəz etmək üçün yeni bir dərman lazım idi və bu da koka kollarında əldə edilən kokain idi. Bu bitkilər Kolumbiyada geniş yayılmışdı. Escobar bu narkotikanın istehsalını təşkil etdi. Lakin əvvəlcə Pablo'nun qrupu yalnız vasitəçi rolunda çıxış edərək istehsalçılardan mal alıb onları Amerika Birləşmiş Ştatlarında kokain satan dillerlərə satırdılar. Escobar'ın narkotika biznesi Cənubi Amerikada sürətlə genişləndi. O artıq özü Amerikaya qaçaqmalçılıqla kokain keçirməyə başladı. Escobar'ın sadiq köməkçilərindən biri, kokain alverinə cavabdeh olan Carlos Leyder, Baham adalarında narkotika ticarəti mərkəzi yaratdı. Onun fəaliyyəti ən yüksək səviyyədə təşkil olunmuşdur. Orada böyük bir dok, bir neçə yanacaq doldurma məntəqəsi, hər cür şəraiti olan müasir otellər var idi. Heç bir narkotik alverçisi Pablo Escobar'ın icazəsi olmadan Kolumbiyadan kənara kokain daşlaya bilməzdi. Escobar hər narkotika partiyasına 35% vergi təyin edir
və bu narkotik malların çatdırılmasını təmin edirdi. O həmçinin Kolumbiya cəngəlliyində kokain istehsalı üçün kimyəvi laboratoriyalar da açmışdı. 1977-ci ilin yayında Escobar və digər 3 böyük narkobaron Medellin karteli kimi tanınan bir təşkilat yaratmaq üçün birləşdilər. Bu təşkilat dünyanın heç bir narkotik mafiyası ilə müqayisə olunmayan ən güclü maliyyə və kokain imperiyasına sahib idi. Kokainin daşınması üçün kartel təchizat şəbəkəsindən, təyyarələrdən və hətta sualtı qayıqlardan istifadə edirdi. Pablo Escobar kokain dünyasında mübahisəsiz avtoritet və Medellin kartelinin mütləq lideri oldu. Əvvəlcə o polislərə, hakimlərə və siyasətçilərə rüşvət verirdi. Rüşvət işə yaramadıqda o zaman şantajdan istifadə edilirdi. Lakin kartel ilk növbədə Plata o Plomo, yəni İspan dilindən tərcümədə gümüş və ya qurğuşun prinsipi ilə fəaliyyət göstərirdi. 1979-cu ilə qədər Medellin karteli artıq Amerikada kokain sənayesinin 80%-dən çoxuna nəzarət edirdi. 30 yaşında Pablo Escobar dünyanın ən zəngin adamlarından biri oldu. Xalqın dəstəyini qazanmaq üçün Escobar Medellində nəhəng tikinti layihəsinə başladı. O, xalq arasında Pablo Escobar məhəllələri kimi tanınan yoxsullar üçün yollar çəkdi, stadionlar və pulsuz evlər tikdi. Pablo Escobar xeyriyyətçiliyini bununla izah edirdi ki, yoxsulların əziyyət çəkdiyini görmək onun üçün ağır idi. Escobar kriminal aləmdə hakimiyyətin zirvəsinə yüksəldi. Daha sonra biznesini qanuniləşdirməyin yolunu axtarmağa başladı. 1982-ci ildə Pablo Escobar seçkiyə qatıldı və 32 yaşında Kolumbiya konqresində əvəzedici konqresmen oldu. Bu o deməkdir ki, əvəzedici konqresmenə əsas konqresmenin yoxluğunda onların yerinə səs vermə hüququ verilirdi. Konqresə seçilən Escobar Kolumbiya prezidenti olmaq arzusuna düşdü. Ancaq bir dəfə Bogota'da olanda onun populyarlığının Medellindən kənara yayılmadığını gördü. Bogota'da o, kokain biznesi ilə məşğul olan şübhəli bir insan kimi tanınırdı. Kolumbiyanın ən populyar siyasətçilərindən biri və prezidentliyə əsas namizəd Luis Carlos Galan yeni konqresmenin kokain biznesi ilə əlaqələrini açıq şəkildə pisləyən ilk şəxs olmuşdu. Bir neçə gün sonra Ədliyyə naziri Rodrigo Lara Bonilla seçki kampaniyasında çirkli kokain pullarının istifadəsinə qarşı geniş kampaniya başladı. Nəticədə Pablo Escobar 1984-cü ilin yanvarında Kolumbiya konqresindən xaric edildi. Ədliyyə nazirinin səyləri nəticəsində onun siyasi karyerası bir dəfəlik bağlanmışdı. Lakin Escobarın sakitcə getmə fikri yox idi və nazirdən qisas almağa qərar verdi. 30 aprel 1984-cü ildə motosikletdə olan 2 silahlı və avtomobildə olan bir neçə nəfər Lara Bonilla'nın limuzinini pusuya salaraq Bogota'nın şimalında bir küçədə onu güllələdilər. 1980-ci illərin ortalarında Escobarın kokain imperiyası Kolumbiya cəmiyyətinin demək olar ki, hər tərəfinə nəzarət edirdi. Bununla belə ciddi bir təhlükə var idi. Amerika prezidenti Ronald Reaganın administrasiyası təkcə Amerika daxilində deyil, həm də bütün dünyada narkotika ticarətinə qarşı öz müharibəsini elan etdi. Amerika və Kolumbiya arasında razılıq əldə edilmiş və bu razılaşmaya əsasən Kolumbiya hökuməti Amerikaya narkotika qaçılmaqçılığı ilə məşğul olan kokain baronlarını Amerika ədalət sisteminə təhvil verəcəyini öhdəsinə götürmüşdü. Hökumətin başladığı qısa müddətli müharibəyə narkomafiya terrorla cavab verdi. Pablo Escobar özünün terror qruplaşmasını yaratdı. Onun üzvləri hökumət rəsmilərinə, polis məmurlarına və narkotika ticarətinə qarşı çıxan hər kəsə hücumlar həyata keçirməyə başladı. Böyük bir polis əməliyyatı və ya daha bir kokain mafiya başçısının Amerika ekstradisiya edilməsi növbəti terror hücumları ilə nəticələnirdi. Bir il sonra Ali Məhkəmə narkotika ticarətçilərinin Amerikaya ekstradisiya edilməsi müqaviləsini ləğv etdi. Lakin cəmi bir neçə gün sonra Kolumbiyanın yeni prezidenti Virgilio Barco
Ali məhkəmənin qərarına veto qoyaraq həmin müqaviləni bərpa etdi. 1987-ci ilin fevralında Escobarın ən yaxın köməkçisi Carlos Leder Amerikaya ekstradisiya edildi. Pablo Escobar bütün ölkə üzrə gizli sığınacaqlar tikməyə məcbur oldu. Hökumətdə olan öz adamlarından aldığı məlumatlar sayəsində o, hüquq mühafizə orqanlarından bir addım öndə olmağı bacarırdı. Bundan başqa yerli kəndlilər həmişə şübhəli adamların, polis və ya əskər maşınlarının və ya helikopterlərin görünməsi barədə onu xəbərdar edirdilər. 1989-cu ildə Pablo Escobar yenidən hökumət orqanları ilə sövdələşməyə cəhd etdi. O, hökumətin onun Amerika ekstradisiya olunmayacağına zəmanət verəcəyi halda polisə təslim olacağına razılıq verdi. Hakimiyyət orqanları bundan imtina etdi. 16 avqust 1989-cu ildə Escobarın killerləri Ali məhkəmənin hakimi Carlos Valencia'nı öldürdülər. Ertəsi gün polis polkovniki Valdemar Franklin Jontero öldürüldü. 1989-cu il avqustun 18-də kokain baronlarına qarşı barışmaz müharibə aparacağına və prezident seçiləcəyi təqdirdə Kolumbiyanı narkotika baronlarından xilas edəcəyinə söz verən tanınmış Kolumbiyalı siyasətçi Luis Carlos Galan seçki kampaniyası zamanı güllələndi. Kolumbiyada prezident seçkilərindən əvvəl killerlər 2 həftə ərzində təkcə Bogotada 7 partlayış törətmişdilər. Nəticədə 37 nəfər həlak olmuş, 400-ə yaxın adam ağır yaralanmışdı. 27 noyabr 1989-cu ildə Pablo Escobarın adamları 101 sərnişin və 6 ekipaj üzvü olan Kolumbiyan Avianca aviaşirkətinə məxsus Boeing 727 sərnişin təyyarəsinə bomba yerləşdirdilər. Havaya qalxdıqdan 5 dəqiqə sonra təyyarədə güclü partlayış baş verdi. Təyyarə yarıya bölünərək alovlandı və yaxınlıqdakı təpələrə çırpıldı. Təyyarədə olanlardan heç kim sağ qalmamış, yerdə olan 3 nəfər isə dağıntılar nəticəsində həlak olmuşdu. Ölkədə keçirilən kütləvi reydlər nəticəsində kimyəvi laboratoriyalar və kokain plantasiyaları məhv edilmişdi. Narkotika kartelinin onlarla üzvü həbs edildi. Buna cavab olaraq Pablo Escobar 2 dəfə Kolumbiyanın məxfi polisinin rəhbəri General Miguel Massa Marquezə qarşı sui-qəsd etməyə cəhd etdi. İkinci cəhd 6 dekabr 1989-cu ildə baş vermiş və bu terror aktı nəticəsində 62 nəfər ölmüş və təxminən 100 nəfər yaralanmışdı. ...1990-cı illərin əvvəllərində Pablo Escobar Amerikada ən çox axtarılan narkotik ticarətçiləri siyahısına başçılıq edirdi. Kolumbiya hökuməti Pablo Escobarın özünü hədəf alan xüsusi axtarış qrupu yaratmışdı. Qrupa seçilmiş bölmələrin yüksək səviyyəli polis zabitləri, həmçinin ordunun, kəşfiyyat orqanlarının və prokurorluğun əməkdaşları daxil idi. Polkovnik Martinezin rəhbərlik etdiyi qrupun fəaliyyəti sayəsində Pablo Escobarın yaxın çərçivəsinin bir neçə üzvü ələ keçirilmişdi. Escobarın adamları Kolumbiyanın ən varlı adamlarından bir neçəsini qaçırtdılar. Pablo Escobar ümid edirdi ki, girovların nüfuzlu qohumları ekstradisiya müqaviləsini ləğv etmək üçün hökumətə təzyiq göstərəcəklər. Nəhayət, Escobarın planını uğur qazandı. Hökumət Pablo Escobarın ekstradisiyasını ləğv etdi. 19 iyun 1991-ci ildə Pablo Escobarın Amerika ekstradisiya təhlükəsi qalmadıqdan sonra o, hakimiyyət orqanlarına təslim oldu. Escobar bütün keçmiş cinayətlərin bağlanması müqabilində bir neçə kiçik cinayətdə təqsirli olmağa razılaşdı. Əldə olunan iki tərəfli razılığa əsasən Pablo Escobar cəzasını özü tərəfindən tikdirdiyi həbsxanada keçirməli idi. Həbsxana La Catedral adlanırdı və Envigado dağ silsiləsinə tikilmişdi. La Catedral həbsxanası adi həbsxanadan daha çox bahalı, prestijli klubu xatırladırdı. Həyətində diskoteka, hovuz, jacuzzi, sauna və böyük futbol meydançası var idi. Escobarın dostları və qadınları oraya gəlirdilər.
Escobarın ailəsi ona istənilən vaxt baş çəkə bilərdi. Polkovnik Martinezin xüsusi axtarış qrupuna La Katedralın 3 kilometrdən yaxın məsafədə yaxınlaşmağa icazə verilmirdi. Escobar həbsxananı istədiyi vaxt tərk edə bilirdi. O Medellindəki futbol maçlarına və gecə klublarına gelirdi. Dırnaq arası həbsxanada olduğu müddət ərzində Pablo Escobar çox milyardlıq kokain biznesini idarə etməyə davam edirdi. Bir gün o, kokain karteli üzrə iki tərəfdaşının onun yoxluğundan istifadə edərək ona çatacaq pulu mənimsədiklərini öyrəndi. O dərhal adamlarına onları La Catedral həbsxanasına çatdırmağa əmr etdi. Pablo Escobar şəxsən onlara amansız işgəncələr vermişdi. Onların dizlərini deşib, dırnaqlarını çıxartmış, sonra adamlarına onları öldürməyi və cəsədləri həbsxanadan kənara aparmağı əmr etmişdi. Escobarın iki qətldən birinin özünün şəxsən tərəfindən törədildiyi məlumdur. 22 iyul 1992-ci ildə Pablo Escobarın həbsxanadakı hərəkətlərindən xəbər tutan prezident Cesar Gaviria onun əsl həbsxanaya köçürülməsini əmr etdi. Lakin Escobar prezidentin qərarından xəbər tutduqdan sonra oradan qaçmışdı. İndi o azad idi, amma düşmənləri hər yerdə idi. Onun təhlükəsiz sığınacaqları getdikcə azalırdı. Amerika və Kolumbiya hökumətləri indi Escobar və onun Medellin kokain kartelinə son qoymaqda qərarlı idilər. Həbsxanadan qaçdıqdan sonra Escobar üçün hər şey dağılmağa başladı. Dostları onu tərk etməyə başladılar. Escobarın əsas səhvi vəziyyəti düzgün qiymətləndirə bilməməsi idi. O özünün olduğundan daha əhəmiyyətli bir fiqur hesab edirdi. O böyük maliyyə resurslarını istifadə etməyə davam edirdi. Lakin o artıq heç bir real gücə malik deyildi. Escobarın vəziyyətini birtəhər yaxşılaşmağın yeganə yolu hökumətlə sövdələşməni yeniləmək idi. Escobar bir neçə dəfə razılıq əldə etməyə cəhd etdi. Lakin prezident Cesar Gaviria, eləcə də Amerika hökuməti bu dəfə narkobaronla danışıqlar aparılmasının mənasız olduğunu inanırdı. Onun təqib edilməsi və mümkünsə həbs zamanı aradan götürülməsi barədə qərar qəbul edilmişdi. 1993-cü ilin yanvarın 30-da Pablo Escobarın adamları Bogota'nın hərəkətli küçələrin birində kitab mağazasının qarşısında güclü bomba yerləşdirdilər. Partlayış əsasən valideynlərin uşaqları ilə birlikdə ərazinin izdihamlı olduğu vaxt baş verdi. Bu terror aktının nəticəsində 21 nəfər həlak oldu. 70-dən çox insan ağır yaralandı. Medellin kartelinə qarşı həmçinin onun rəqibi olan Cali karteli də mübarizə aparırdı. Bundan əlavə Amerika Kəşfiyyat İdarəsi və hökumət tərəfindən dəstəklənən Los Pepes hərbi təşkilatı da yaradılmışdı. Bu təşkilatın döyüşçüləri əsasən Escobarın fəaliyyətinin nəticəsində həlak olmuş vətəndaşların yaxın qohumlarından ibarət idi. Bu hərbi təşkilatı həmçinin Cali karteli də maliyyələşdirirdi. Teraktlardan sonra Los Pepes üzvləri Pablo Escobarın evinin qarşısında bombalar partlatdılar. Onun anasına məxsus mülk yandırılaraq külə çevrilmişdi. Los Pepes onunla və ya kokain biznesi ilə hər hansı əlaqəsi olan hər kəsi terror etməyə və təqib etməyə başladı. Nisbətən qısa müddət ərzində Los Pepes Escobarın kokain imperiyasına ciddi ziyan vurdu. Onun üzvləri Escobarın çoxsaylı adamlarını öldürür, ailəsini təqib edir və mülklərini yandırırdı. İndi Escobar ailəsi üçün çox ciddi narahat idi. Ailəsi Kolumbiyadan kənarda olsaydı, o hökumətə və düşmənlərinə qarşı hərtərəfli müharibə elan edə bilərdi. Escobar ailəsini Almaniyaya göndərmək istəyirdi. Lakin Kolumbiya hökuməti və Amerika kəşfiyyat orqanları arasında Almaniya hökuməti ilə aparılan danışıqlardan sonra Escobar ailəsinin ölkəyə girişi qadağan edildi və onların təyyarəsi Kolumbiyaya geri qaytarıldı. Kolumbiya hökuməti onları bir oteldə yerləşdirdi. 1993-cü ilin payızında Medellin kokain karteli dağılmağa başladı. Lakin Escobarı daha çox ailəsi narahat edirdi. Escobar bir ildən artıq idi ki, arvadını və uşaqlarını görmürdü.
1 dekabr 1993-cü ildə Pablo Escobarın 44 yaşı tamam oldu. O daimi nəzarətdə olduğunu bilirdi. Buna görə də polis və kəşfiyyat agentləri tərəfindən aşkarlanmamaq üçün yalnız qısa müddətli telefon danışıqları aparırdı. Doğum gündən bir gün sonra 2 dekabr 1993-cü ildə Escobar ailəsinə zəng etdi. Onu təqib edən agentlər aylarla bu zəngi gözləyirdilər. Bu dəfə oğlu Juanla danışan Escobar 5 dəqiqə yaxın xəttə qaldı. Bu danışıqdan sonra Escobarın Medellinin Los Olivos məhəlləsində olduğu aşkarlandı. Tezliklə Pablo Escobarın gizləndiyi ev xüsusi təyinatlar tərəfindən hər tərəfdən mühasirəyə alındı. Xüsusi təyinatlar qapını açsındıraraq içəri girdilər. Bu zaman Escobarın mühafizəçisi El Limon evə basqın etmək istəyən polislərə pəncərədən atəş açdı. El Limon yaralandı və yerə yıxıldı. Bundan sonra Pablo Escobarın özü də əlində tapanca ilə eyni pəncərədən çölə çıxdı. O atəş açaraq pəncərədən çıxdı və damdan keçərək təqibçilərdən qaçmağa cəhd etdi. Qonşu binanın damında gizlənən Kolumbiyalı polis snayperi Escobarın ayağından vuraraq onun yıxılmasına səbəb oldu. Başqa bir güllə Escobarın kürəyinə dəydi. Bundan sonra bir versiyaya görə snayper Escobara yaxınlaşaraq onun başına atəş açmışdı. Pablo Escobarın Medellindəki bir binanın damında ölməsinə səbəb olan ölümcül atəşin məhz kim tərəfindən açıldığı haqqında çoxsaylı hesabat və nəzəriyyələr var. Hesabatda Escobarın 3 güllə yarası olduğu qeyd olunur. Birincisi çiynində, ikincisi sol ayağında, ölümcül olan 3-cü güllə başının sağ tərəfindən vurulmuşdu. Escobarın oğlu Juan Pablo əmin idi ki, ölümcül atəşi atasından başqa heç kim vurmayıb. Çünki narkotika kralı oğluna dəfələrlə demişdi ki, düşmənlər onu mühasirəyə alsalar, ələ keçməmək üçün sevimli Alman Zauer tapancası ilə özünü vuracaq. Pablo Escobarın damdakı cəsədinin məşhur fotosunda həmişə gəzdirdiyi məhz bu tapancanın onun yanında olması da bu nəzəriyyəni təsdiqləyir. Həyat yoldaşı Maria Victoria Henao, oğlu Juan Pablo və qızı Manuela digər adlar altında hal-hazırda Argentinada yaşayırlar. Maria ərinin təkcə ailəsinə deyil, bütün Kolumbiya vurduğu ağrıya görə dərin kədər və utanc hiss etdiyini söyləmişdi. 2018-ci ildə Maria mərhum ərinin terror hökmranlığına görə açıq şəkildə üzr istəmişdi. 2018-ci ildə Mrs. Escobar adlı kitabını nəşr etmişdi. Atasının ölümündən sonra Juan Pablo Argentinada memarlıq ixtisasına yiyələnmiş və hal-hazırda öz sənəti üzrə çalışır. Juan Pablo evlidir və bir oğlu var. Juan Pablo 2 dəfə Kolumbiyaya səfər etmiş, burada atasının məzarını ziyarət etmiş və onun qurbanları ilə görüşərək atasının əməllərinə görə rəsmən üzr istəmişdi. 2014-cü ildə o, Pablo Escobar, Mənim Atam kitabını nəşr etmişdi. Manuela Henao da digər ailə üzvləri kimi adını dəyişərək tamamilə məxfi həyat sürür. Onun qardaşı və anasından fərqli olaraq o heç bir ictimai həyatda iştirak etmir, müsahibələr vermir və ümumiyyətlə heç bir sosial şəbəkədə qeydiyyatda deyil. Manuela elektrik mühəndis peşəsinə yiyələnmiş və bu sahə üzrə çalışır. Lakin onun eyni zamanda psixoloji sarsıntı keçirdiyi söylənilir. Qardaşın dediyinə görə Manuela daim Escobarın düşmənlərindən intiqam almaq qorxusu ilə yaşayır. Əvvəllər o ağır depressiyadan əziyyət çəkmiş və hətta intihara cəhd etmişdi. ...1980-ci illərin ortalarında Escobar Nacienda Napoles adlı şəxsi heyvanxanası üçün bir erkək və 3 dişi begemot gətirmişdi. Narkotika baronunun ölümündən sonra onun bu mülkü dövlət orqanları tərəfindən milliləşdirərək sonradan yaradılmış əyləncə parkının bir hissəsi oldu. Onun zooparkında olan heyvanlar Kolumbiyadakı zooparklar arasında paylandı. Lakin begemotları daşımaq texniki cəhətdən çətin olduğu üçün onlar yerində saxlanıldılar.
Bu beqomotlar çoxalaraq ölkənin əsas çayı olan Magdalenada məskən saldılar. Beqomotlar burada ekosistemə təsir göstərməkdədirlər. Onlar yerli növləri, məsələn, artıq nəsli kəsilməkdə olan Amerika lamantilərindən sıxışdırır və su hövzələrinin kimyəvi tərkibini dəyişdirirlər. Escobarın oğlu Pablo Juan'ın bildirdiyinə görə, hökumət orqanlarından gizlənərkən yüksək dağlarda yerləşən daxmada Pablo Escobar uşaqları qızdırmaq və onları yemək bişirmək üçün $3 milyon çox nəqd pulu yandırmışdı. Pablo Escobar modelinin kasıb küçələrdən çıxıb dünyanın ən qorxulu və ən güclü narkobaronuna çevrilmiş bir insan idi. Bəziləri üçün o, Kolumbiyanı zorakılığa qərq edən, saysız hesabsız qətillər, partlayışlar və terrorlar törətmiş amansız bir cinayətkar, digərləri üçün isə kasıbları evlər tikdirən, onlara əl tutan, xeyriyyətçi müasir Robin Hood idi. Onun həyatı ambisiya ilə qəddarlığın, səxavətlə terrorun toqquşduğu bir hekayədir. Beləliklə, Pablo Escobar haqqında verilişimizi başa çatdırırıq. Kanalımıza abunə olun ki, daha maraqlı verilişlərimizi qaçırmayasınız. Hələlik sağ-salamat qalın. Gələn görüşlərədək.